Zəmanət qutarandan sonra niyə texnika sıradan çıxır? İndi texnologiya ilə inkişaf edib ki, ona deyirlər zaplanirованный смерть. Əvvəlcədən nə vaxt xarab olacağını zavod planlaşdıra bilir. Məsələn belə deyək, adi bir LED lampanı soyutmasını zəiflədəndə götürüb o soyutma lentası var da, yapışır hansı ki dəmirə başlayır bunun temperaturu soyulmasına. Onu götürürlər, şurupla bağlayırlar. LED lampa soyumur və hesab kitab olunub ki, bu 2 il ərzində yanıb dayanmalıdır. İndi monolit ekranlar çıxıb, götürürlər ekranı nakleyka vururlar və nakleyka ilə yapışdırırlar panelə. Onu sökmək özü də çətindir. Yəni belə hissələrdən kəsə-kəsə elə avadanlıqlar düzəldirlər ki, bir müddətdən sonra onun xarab olması baş verir. İndi hər adam onu təmir elətdirmir ki, cəmaət deyir ki, xarab olur, gəlin təzəsini alın. Zavod işləməlidir. Hələ keyfiyyətli avadanlıq istehsal edəndə zavod işləməyəcək.